Selamünaleyküm. Deməli biz keçən həftə yuxarı ətraflarda limfa vəzilərinin və limfa damarlarının təmizlənməsi haqqında məlumat verdik və inşallah indi biz bədəni 3 yerə bölmüşdük. Deməli yuxarı ətraf, yəni başdan, boğazdan yuxarı ətraf, bədənimiz və ayaqlarımız. Bu gün biz bədənimiz haqqında, yəni bədənimizdə limfa sisteminin təmizlənməsi haqqında biraz məlumat vermək istəyirəm və bunun təmizlənməsi necə olmalıdır? Ümumiyyətlə bizim bədənimizin hər hansı bir yerində bir problem varsa, mütləq limfa damarlarında, limfa vəzilərində özünü göstərməlidir. Bu bir reallıqdır. Çünki limfa damarları ilə qan damarları bir-birlərinə paralel işləyir və hər bir limfa damarının bəlli bir hissələrində limfa vəziləri yerləşir. Həmin limfa vəziləri limfa mayeəsini təmizləyir, filtrasiya eləyir. Və əgər limfa mayeəsində bir problem varsa, məsələn iltihab bizim bədənimizdə çoxalıbsa əgər, qanımızda tutalım ki, iltihab çoxalıbsa əgər, bu özünü limfa mayeəsində göstərəcək və limfa mayeəsini təmizləyən limfa vəziləri isə mütləq şişməlidir. Özünü limfa vəzisində göstərəcək, limfa vəzisi bu zaman şişir və insanları artıq bu narahat eləyir. Düzdür, insanlar limfa vəzisi şişəndə daha çox hallarda onkoloji bir xəstəliklərdən qorxurlar, amma hər limfa vəzisinin şişməsi onkoloji xəstəlik deyildir. Ümumi sistem haqqında mən bir məlumat verdim. Deməli, bizim qanımızda problem varsa, limfa damarlarında da problem olur. Limfa damarında problem varsa, limfa vəzilərində də problem olur və biz bütün bədənimizdə bunları təmizləmək üçün hansı qidalardan və hansı dərman bitkilərindən istifadə etməliyik? Mən bunlar haqqında sizə yavaş-yavaş məlumat veririm. Birincisi, fizolihüseynov.com saytımda girirsiniz və orada limon, sarımsaq, zəncəfil qarışımı var. O qarışımın hazırlanma qaydaları mən bu haqda indi geniş məlumat vermirəm. Bax, orada bu qarışımın hazırlanmasını baxırsınız və bunu hazırlayıb içirsiniz. Bu mükəmməl bir qarışımdır. Bütün bədəndə, eyni zamanda bizim daxili orqanlarımızda və damarlarımızın, bütün damarlarımızın, həm limfa damarlarımızın, həm qan damarlarımızın iltihabdan təmizlənməsi üçün mükəmməl bir qarışımdır. Bax, bu qarışımı bir ay ərzində edirsiniz. Bu bir. Gündə bu qarışımı hazırlayırsınız. Qarışım gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl bundan 2 xörək qaşığı, yarım stəkan suya qarışdırıb içirsiniz. Bax, bu bir. Yəni, bunu edə bilərsiniz. Sonra iltihab əleyhinə təsir göstərən təbii vasitələrdən biri də propolisdir. Propolisə biz deyirik təbii antibiotik. Propolisdən istifadə edə bilərsiniz. Məsələn, propolisi ağza çeynəyib uda bilərsiniz. Tutalım ki, gündə 1 dəfə, 2 dəfə. Fındıq boyda propolisi atırsınız ağzınızda, bir 10-15 dəqiqə çeynəyib sonra udursunuz. Bu bir. Propolisi xırda-xırda hissələrə bölüb qaynar suya qarışdırırsınız və bundan sonra elə su qarışıq, iliq olandan sonra su qarışıq propolisləri də içirsiniz. Bu 2. Sonra propolisin sulu məhlulu var. Bundan gündə 3 dəfə yeməkdən əvvəl bir orta xörək qaşığı içə bilərsiniz. Bu 3. Və yaxud da propolisin spirtli dəmlənməsi var. Bundan gündə 3 dəfə bir dolu çay qaşığı, yarım stəkan suya qarışdırıb içə bilərsiniz. Yəni, propolisin istifadə qaydaları haqqında məlumat verdim. Bu 2. Sonra müxtəlif orqanlarımızın təmizlənməsi var. Və bu orqanlarımızın başında gəlir nə? Qaraciyərimiz. Çünki bizim qaraciyərimiz həm limfa mayeəsinin, həm qan damarlarının hamısını filtrasiya eləyir. Bax, ona görə də bizim qaraciyərimiz əgər təmizdirsə, sağlamdırsa, bizim həm qan damarlarımız, həm limfa damarlarımız özü mükəmməl bir halda çalışacaqdır. Qaraciyərimiz üçün faydalı bir bitkilər toplusu var. Bax, dediyim o limon, sarımsaq, zəncəfil qarışımı həm də qaraciyər üçün mükəmməldir. Eyni zamanda qaraciyərimiz üçün gözəl bitkilərdən biri də alaqanqaldır. Alaqanqaldan 1 kilo alın, üyüdün. Gündə 3 dəfə yeməkdən əvvəl bir dolu çay qaşığı atın ağzınıza, üstdən 1 stəkan su için. Siz bunu eləməklə bir həftədən sonra artıq bədəninizdəki olan gəlişmələri görəsiniz, rahatlığı görəsiniz. Bax, bunu edə bilərsiniz. Sonra gəlir bizim mədaltı vəzimiz. Mədaltı vəzimiz üçün mükəmməl bir dərman bitkisi at putrağının kökləridir. At putrağı kökləri, bunu həm yaş halda da istifadə edə bilərsiniz, həm quru halda da istifadə edə bilərsiniz. Normalda daha çox quru vəziyyətdən istifadə edilir, çünki yaşını tapmaq biraz çətindir. Deməli, quru
at butrağından bir 500 qram alırsınız. Gündə 3 dəfə bir orta xörək qaşığı 1 stəkan suda qaynadırsınız. Bir 5 dəqiqə sonra iliq olanda süzüb bunu içirsiniz qutarana qədər. Bax bu limfa vəzilərinin əsasən də mədaltı vəzidə durğunluq əmələ gəlmişdirsə, mədaltı vəzinin təmizlənməsi üçün mükəmməl bir vasitədir. Xatırladım ki, təzə at butrağının yarpaqlarını yığıb supda bişirib yeyə bilərsiniz. Bax bu özü də mükəmməl bir bədən təmizləyicidir. Bunu da eləyə bilərsiniz. Sonra gəlir bizim bağırsaqlarımız. Bağırsaqların təmizlənməsi mütləq lazımdır. Bizim bağırsaqlarımız bizim ikinci, deyərdim ki, beynimizdir. Hətta beynimizdən sonra bizim bədənimizdə ən çox sinir neyronlarının olduğu orqan bağırsaqlardır. Ona görə də bağırsaqların təmizlənməsi mütləq lazımdır. Bağırsaqlar üçün çoxlu təmizlənmə üsulları var. Mən bunlardan bir neçəsini deyim sizə. Deməli, bağayarpağı şirəsinin içilməsi. Bağayarpağı şirəsi, təzə bağayarpağı bax indi yaydır var. Adi bağayarpağını yığırsınız, şirə çəkəndən keçirirsiniz və gün ərzində yarım stəkan 3 hissəyə bölürsünüz və bunu gün ərzində içirsiniz. Bu bizim həm mədəmizin, həm 12 barmaq bağırsağımızın və həm də bağırsaqlarımızın təmizlənməsi üçün və eroziyalardan təmizlənməsi üçün çox faydalı bir şirədir. Bunu biləsiniz. Bu bir. İkincisi, kərəviz, çuğundur və kök. Deməli, kərəvizin kökünü götürürük. Kərəviz kökü bizdə marketlərdə satılır. Çuğundur və kök. Bunların hamısının şirəsini çəkirik. Hamısının qarışımı 2 stəkan olmalıdır. Və bu 2 stəkan qarışımı gün ərzində içirik. Bunu da bir ay eləyə bilərik. Bax, bu bizə o qədər faydalı bir qarışımdır ki, hətta bu qarışımı içəndən sonra baxın, çənaltı limfa vəzləri varsa, qasıq nahiyəsində limfa vəzləri varsa və hətta qoltuq altında limfa vəzləri varsa, mütləqdir ki, bunlar işləyir. Bir həftədən sonra artıq onun balacalaşdığını görəcəksiniz. Və bunu bir ay eləməklə siz bütün deyərdim ki, limfa vəzilərinin və limfa damarlarının şişməsinin qarşısını rahatlıqla ala bilərsiniz və hətta siz bunu limfa qranulomatoz xəstəliyinin müalicəsində də tətbiq edə bilərsiniz. Sonra brokoli kələminin şirəsinin içilməsi və yaxud da brokoli kələminin suyunun içilməsi. Mən əksər vaxtlarda brokoli kələmi ilə gül kələmin ikisini birlikdə tətbiq edirəm və burada da gözəl nəticələr alıram. Məsələn, 100 qram brokoli götürürsünüz, 100 qram gül kələm götürürsünüz, bunun üzərinə 4 stəkan su tökürsünüz, 10 dəqiqə qaynadırsınız, iliq olandan sonra süzürsünüz. Bax, bunun suyunu içirsiniz. Gözəl bir suyu var. Gün ərzində içirsiniz. Bu bizə həm süd vəzlərini təmizləyir, süd vəzlərinin iltihaplaşmasından dolayı qoltuq altında və süd vəzi nahiyələrində əmələ gəlmiş limfa vəzlərini təmizləyir və eyni zamanda kişilərdə prostat vəzinin əmələ gəlməsini, böyüməsindən əmələ gəlmiş və prostat ətrafı və kiçik çanaq ətrafı vəzləri təmizləyir. Qadınlarda uşaqlıq və yumurtalıq kistləri varsa, uşaqlıq və yumurtalıq iltihabından dolayı limfa vəzlərində böyümələr varsa, bunların hamısını bax bu iki bitkinin qarışımı rahatlıqla təmizləyir. Bunu da tətbiq edə bilərsiniz. Sonra bax belə bir qarışım da var. Bunu da sizə mən nəzərinizə çatdırım. İspanaq və əvəlik qarışımları. İspanaq özü biz həmişə bunu yaş halda istifadə eləmişik. Əvəliyi isə həmişə biz quru halda istifadə eləmişik. Amma ispanağını da biz qurudub istifadə edə bilərik. Və bunu da biz quruduruq, əvəli ilə qarışdırırıq. Müxtəlif xəstəliklərdə, məsələn, güclü soyuq dəymələr varsa, sonra bax kürəyimizdə bizim görürsüz ki, limfa damarları şişir. Kürəkdə bəzən boyuna qədər gəlir, çatır. Hətta biz əlimizi kürəyimizə bax belə çəkəndə görürük ki, nə dərəcədə yoğunlamış bir damar görürük. Bax bu zaman əvəlik və ispanağın qarışığından ibarət sup bişiririk. Naxçıvanda və Ermənistanda belə bir bitki var, ələyəz bitkisi var. O da çox gözəl limfa vəzlərinin təmizlənməsi üçün gözəl bir bitkidir. Məsələn, Naxçıvanda məşhurdur. Ələyəz ilə əvəliyin qarışığından ibarət sup bişirirlər xəstələrə və bunu verirlər. Bax bu bir dəfə, 2 dəfə, 3 dəfə içəndən sonra artıq o kürəkdə əmələ gəlmiş, o yoğunlamış damarlar hamısı geriyə gedir, sorulur və insan daha rahat nəfəs ala bilir. Bax bu da gözəl bir üsullardan biridir. Sonra gicitkən bitkisi
gözəl bir limfa təmizləyicidir. Gicitçən bitkisindən biz həm yaşılının şirəsini içə bilərik və həm də qurusunun dəmləməsini içə bilərik. Bu bitki o qədər gözəl bir iltihab əleyhinə təsiri var ki, həm bədəndə itirilmiş enerjinin bərpası üçün çox faydalıdır, tərkibi çox zəngindir, qan artırıcıdır, iltihab əleyhinə təsir göstərir, allergiya əleyhinə təsir göstərir, müxtəlif revmatizmalar əleyhinə təsir göstərir və güclü bir iltihab qovucu olduğu üçün də biz müxtəlif iltihabi xəstəliklərdə, eyni zamanda daxili orqanların iltihabi xəstəliklərində və böyrəklərimizin iltihabi xəstəliklərində də biz bu gicitçənin dəmləməsindən və yaxud da qaynadılmış suyunun içilməsindən faydalana bilərik. Deməli, biz bağırsaqlarımızın, böyrəklərimizin, qaraciyərimizin təmizlənməsini dedik. Bir dənə ağciyərimizin təmizlənməsi haqqında danışmadıq. Deməli, ağciyərimizin təmizlənməsi üçün deyərdim ki, ən faydalı bitkilərin başında gələn bitkilərin əsası ut hindi bitkisidir. Ut hindi bitkisi müxtəlif ağciyər vərəmində, emfizemasında, ağciyər iltihablarında hamısında çox gözəl fayda verir. Ut hindi bitkisinin məzunu daha gözəl təsir göstərir. Deməli, biz 200 qram ot hindini 1 kiloqram bala qarışdırırıq. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl bundan 1 çay qaşığı yeyirik. Dadı o qədər xoşagəlim olmasa da çox gözəl effekti var. Deməli, ağciyərlərdə əmələ gəlmiş buzlu şüşənin əldə edilməsində gözəl təsiri var. Emfizema xəstəliyinin, axox derik, xroniki ağciyər çatışmazlığı xəstəliyinin müalicəsində çox gözəl təsiri var. Bax, bunu da biz eləməklə biz daxili orqanlarımızın limfa vəzlərində təmizləyə bilərik. Bu qədər. Deyərdim ki, biz daxili orqanlarımız haqqında məlumatı verdik. İnşallah gələn həftədə aşağı orqanlarımız haqqında məlumat verəcəyik. Çalışın, sağlam olun. Biz də içində amin. Sağ olun.